Salam dostlar, necəsiniz? Salam dostlar, necəsiniz? Dostlar, bu günlərim kənd həyatı. Çöldə oturmuşuq, hava qəşəngdir. Dostlar, bu çöldə mənim ayağım yanır. Dostlar, asıl demək gedir. Ben atamla gelen orada qəşəng. Kəhvam açdın. Dəvəli ayağı uçsa, adamı yandırır. Ayağın yandırıb dincəlim. O qədər ziyan vericidir ki. Heç qarıcaqçıdan alamadım. Qoymurlar söyləyək. Dostlar, mən də göz haqqınızı halal eləyin. Qarğı da alıb partlatmışam. Buna popcorn deyirlər. Düzdür, belə doza qaraldı. Biraz yandırmışam, Biraz yox düzdür. çox ba. Hindistan xalqı olur. Qaralmışı dadlı olur da elə. Oturmuşuq çöldə. Buradan belə. Ana yaratam sahilini sen kızı. Yanağımız da öz sözüm deyir dostlar. Ağaçtan. Ama atam da sözüm diye 5 gün kalsın 5 gün. Dostlar, baxın. Kilanlarımız yetişib. Yetişib, amma imkan vermirik ki, üstündə qala. Elə bir içdən yeyirik. Çay. Dostlar. Ay dostlar. Dostlar. Ben ne kadar ben telefonlarıma bir de bunun uzun boyutası olur. Rastı o ye. Bir tane benim buradan uzunsun ekranı çatlavadı. Üzerinden yakışır. Rastı diye yemişti. Sapsavat işte. Fokus eləyirsən, oğlum. He? Dostlar bizim evimizde çeşitli ne kadar prostetek var. Hani isteyenler olsun gene var idi. Onlar zaten hepsi baş evlerden çıkartıp getirirdi valla. Al bak. Hakikaten ev doluydu prostetek. Tahtın altı bile kaldırırdı prostetek. Dostlar, yorumlarda yazın. Ələddinin danışdıqlarından nə başa düşdünüz? Maraqlı gəlir. Dişləri yoxdur da elə danışır ki, adam heç nə başa düşə bilmir. Dostlar amin bunda rast yemez. Bunda üstüne dövran da var herhalde. Hə. Rasik ne şey oluyor. Derman oluyor. Oynaya bilirsən, Rasi? Elə qəşəng maraqlıdır. Dostlar siz neden bıraktınız? Dostlar siz bununla kartı oynayabilirsiniz. Birinizden sırayda ikimiz oynadık Maraşlar. Sonra Bana da anam verin yiyin. oynadı. Sonra anamda marak tuttu oynadı. Sonra atamda marak tuttu oynadı. Bir tane raş kaldı. O da marak tuttu. Aa, biz de danışaq da qoy qardaş. Nəfəs almır. Ələddin nəfəs almır, dostlar. Ələddin nəfəs salmadan danışır. Demək kameraman orada durub baxır dostlar. Biz de burada yiyirik. Yeyiz mən, biz də burada yeyirik. Aman mən verirəm də belə. Həvdə madaq verin, qidalanım. Yazıqam. Popcornun axırıdır. Belə popcorn mu olur? Bu popcorn mu? Dili sıkıyor. Belə popcorn mu olur? Vermə, o qəşəng olur, vermə. Alın şöyle, alın şöyle. Alın şöyle, evet. Buyurun, buyurun. Mən xoşlayıram popcornun elə ütülmüşün yeməyə. Aa, bu suda. Ne oldu be? Sütlenme bu, ne bu bize? Ya. Bir top, top. Gelin herkese. Ben niye boşta sıramıyor diyene. Dostlar, bu günlər bir şey gediblər, atabala. Gün ərzində 6 dənə vedirə su gətirmişəm. Hə. Düzdür, 6 10 dənə. 30 30 olsun, 5 Hə. 5. Niye 34 4 4? 4 tane 5 Ha. Yok 4 tane 6 Ha. 24. 24 litre. Sonra da yatmışsan. Yo şöyle yapacağım da. Günəyə 10 manat düşür. 10 mu? ABD verirəm qardaş. Sen verir misin? Ha mən ev yiyəsi mənə görə verirdi ABD. Ne olsun? ABD verirəm. ABD verirəm düzdür qardaş. Hə. Yok bunu verirəm. Adı nədir? Mazet gəldi. Tamam. Qardaş. Ne dedim? 10 dedim. 10 manat. Yaxşı 5 manat əlavə. 15 mi? 15 manat günə, düzdür. Bizim işləmirsən. 3 gün. 45 mi? 45 manat. Həmiz 45 manat. 3 gün bir günü 2 manatdan yoxdur. Nə qədər eləyir? 6 mı? 6 manat. 45-dən artıranda 39. Bəli. Düzdürmü? 5 manatdan da ABS hesablayıram. 3 gün. Yine Ahmet geldi. Qardaş. Nə qədər eləyir? 15 mi? 39 15'ti. 24. Neçə?
14. 19. 14. 25, 15'ten 14. 39'dan 15'ten 14 dedi. Helal kızım. Dostlar burada pul hakkı hesabı gelir. O da ona göre gelir ki Ata, aysa. Ana burada. Vasif ustadır, ev ustasıdır. Yani ev remont elir. Ha, sağ ol. Ev remont elir Vasif. Rasif də özünə fəhlə kimi aparıb. İndi Rasif orada işləmək əvəzinə gedir yalandan elə ki başını qatır. Sonra radyo qoşur, uzanıb yatır. Vasif tək başına iş görür. İndi pul istəyir atasından. 24. Düzdür. 16 səndən də. 3.40'dan da o. 3.40'dan da o. 9. 10 manat şimdi. 10 manat 20 qəpik çıxarmış. Ha, 10 manat. 14 manat. 14 manat. Düzdür, tərtəmiz mənim Ha, 14 manat verəcəyim Ha, var. ver. Düzdür, ha hesablayırıq. Ben deyəcəm də. 14 elədik. Bir gün test çıxdı ya da gəlir. Yok, Saat o bana ait değil o. bir dəqiqə. Görüştürsün ben istiyorum. Doğru test çıxdı ikimizdə. Hə. Düzdür. Mən işləməliyəm ki, saat kıvarat yığmalıyam ki, saat pul verim də. Hə. Düzdür. 10 manat yok Bir diye. dəqiqə. Gün 15'e işledim, düzdürmü? O test çıktığımıza göre 5 manat çıktım oradan. Həmin Ha, günə. 5 manat kaldı. Ya bir dəqiqə. Ne kadar kaldı? Beş 9 manat. 14 idi. Ha, ha. 9 manat. Gün de test çıktı kardeş. Hı. Gün de test çıktı. Kimin sayəsində tez çıxırsınız? Geri Onu da denin də. Dedi, yorulmuşam, dedi yatar, dedim ben yok şeydim. Təsəvvür ki yatıb, yemək yeyib yorulub oğlum orada. Ha. Evet, 4 manat kaldı yerde. 4 manat. 10, ha, ha. Bir de ne kadar temiz Ha, söhbət ha. edir. Burada temiz söhbət gedir. 4 manat mən sana verəcəyim var. Düzdür. Sənə də yok bu verirəm, pula gedəsən. Düzdür. Sənə də 4 manat qoyum cibə. Nə mən bunu qoydum cibə, ehtiyac tutacaq. Belə jest edə bilərəm 1 manat da əlavə 5 manat. Kim kimə 1 manat verir? Heç gəl. Bəli. Hələ sevingin bir manat artıq qazanır. Yok öyle değil, narazı. Bir dakika, narazılık. Ay ya ben ne terörüm. Ben hava eşkide. Bakalım. Sən yeyib yatırsan orada bir iş görsən. Ha. Yeyirsən yatırsan. Vasif bir də alıb ki yemək yoxdur qazanda. Rasvamısın İki yeyir. pors dolma yiyeyim sen. İki pors. O da bir porsu 10 manattı. Salat mezatından biri. Hala onu hesaplamadım ya. Yadımdan çıkıyor. Sen bir pors atı yiyeyim sen. Ya ben bu Hadi bir dakika. Bir pors atı yiyeyim sen. 8 manat yiyeyim. Düzdür. 14 gram 4 sen mal vereceğim var da. Sen mal 4 manca borçsan. Ha dostlar 4 manat. Rasim borçlu çıxdın yenə. Hayır sabah oturursan yenə axırda Evet, borçlu şimdi sən oldu. çıxırsan. arkadaş 5 Nişasta. kilo borca düşüyorum. İşte ben borca düşüyorum. Ne? İşte burası işte. Ya ben şimdi evde yatıyorum. Nə arası? Evde yatacağım. Evdə yatasan. Ha. Anne. Başka var Şimdi yatmıyorum. çıxan istəmirəm. İstiyorum yere boş sıra. Götürünlər. Çay soyumuyub. Bana da verin də çay içim. Buyur. Orada sarı noğul var ya, uzun sova onu verin. O dişe yapışır. Bu yediğiniz adam dişine yapışır. Ha. O sarı adam dişine Ben sağdan yapışır. yerim. Ben de ondan yerim. Bu qəşəkdir ha. Siz sohbet etsin ben o arada bebeği Ana. yiyorum. O yüzden bebeği gösterirdim. Kim belə bizim kimi belə ailəvi oturub belə çöldə söhbət eləyir. Piknik kimi. İndi keçək. Yorumlarda yazsın. Keçək kameramana. Bu məhsul niyə belə zayırsan? Bu qara bunu niyə yandırırsan bala? Bu yanıbdır. Da 2-3 dənəsi yanıb da. Şuş nə də? 88.953 dənə yanıb var ya bunun içində. Say. O dediğin rəqəm oradan çıxsın. Say dediğin rəqəm görə oradan çıxacaq. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Her şey o kadar yok değil burada. Ha, tamam. Daha bu mahalle boşluq aldı 4 mahalle. Razı mənə borçlu çıxırsan yavaş-yavaş. 4 mahalle boşluq. Sonra Sana bir şey diyeyim mi o cin Dostlar. Hala o cin çiğne. qardaşlar 4 manat mənə O borçludur. ya o cin çiğne hesapladım. Ha. Vasif yaxşı deyil, yadına bir sağlar. 5 ilə 10 gəlirəm. Sən mənə 9 manat borçlusan. Elə olmadı da. Sən mənə gələk bir gündə işləyəsən. Tezdən axşama kimi.
Bir gün. Bir dakika sonra. Ha, ne yapıyorsun? Yok Ya yok. sabır bir Bir çiğ. yarım. Sabır çiğ. Bir çiğ. Getir. Dostlar, bu arada kanalımıza, videolarımıza baxırsınız. Videolarımıza baxarkən bəyənməyi və yorum yazmağı da unutmayın dostlar. Həm də abunə olun ki, Tamam güzel. Ağaç da güzel. O işin içindedir. yorumlarda yorumlarınızı, fikirlərinizi yazın. Bizim üçün önəmlidir fikirləriniz də. Deyip balaca takmanı Yazın ki, Başkasının olsun. spama getməsin kanalımız. Hainler elemeyin. Her şey. Olsun. Baxırsınız, baxdığınız zaman nədir? Kanalımıza həm abunə olun, həm like atın, həm də yorum yazın. Kanalımıza abone olup, yorum yazıp, like atıp, abone olmağı, söhbət eləməyi yadından satın. Ana rast. Hadi. Like atın, yorum atmayın. Bye bye. O ciller ağaç taşımış. O ağaç taşımış. Arasın da böyle. O da içilsin. Rasim Ömer də vurub hesaba vurmaq istəyir ki, Vasifi borçlu çıxar da. Ama. Başdan səviyyələr varsa. Sağlayın mı Mehmet? Sağlamışam. Yaxşı eləmsən. Simişki yap. Ha. Hadi ağzına durma. Kanalımıza abone olun, like atın, yorum yazmayı unutmayın. Bye bye.